Əlbəttə ki, qardaşım, yəni xoşbəxtlik, insanın xoşbəxt olması, xoş həyat sürməsi, səadət içərisində yaşaması, eee, yəni, insanın ibadəti ilə bağlıdır. Baxın, xoşbəxtlik hər kəs arzu eləyir, hər kəs istəyir. Yəni elə bir insan yoxdur ki, xoşbəxtlik istəməsin. Elə bir insan yoxdur ki, xoşbəxtliyə can atmasın. Elə insanlar var ki, xoşbəxtliyi mal-dövlətdə görürlər. Elə insanlar var ki, xoşbəxtliyi vəzifədə görürlər. Elə insanlar var ki, xoşbəxtliyi qadında və yaxud da ki, içkidə və yaxud da ki, digər haramlarda görürlər. Amma əslində xoşbəxtlik o deyil. Əsl xoşbəxtlik insanın qəlbinin rahat olmasıdır, insanın qəlbinin xoşbəxt olmasıdır, insanın qəlbinin Allaha bağlı olmasındadır. Əsl xoşbəxtlik insanın qəlbindədir. İnsanın əzalarında və yaxud da ki, zahirində deyil. Ola bilər ki, insan saraylarda yaşasın, amma xoşbəxt olmasın və bu, yəni şahid olduğumuz da şeydir. Və ola bilər ki, insan yəni kirayədə qalır və yaxud da ki, böyük bir cah-calallı bir evdə qalmır, amma qəlbi xoşbəxtdir. Aydındır qardaşım. Və Uca Allah Quran-ı Kərimdə buyurur ki, "Mən amilə salihan min zəkərin əv unsə və huve mu'min, fələnuhyiyennehu həyatan tayyibə." Allah Teala buyurur ki, hər hansısa bir kişi və yaxud da ki, qadın, hər hansısa bir kişi və yaxud da ki, qadın mömin olduğu halda, iman gətirdiyi halda salih əməl işləyərsə, biz ona xoş həyat bəxş edərik. Biz ona xoş həyat bəxş edərik. Deməli, insanın yəni həqiqi xoşbəxtliyi, həqiqi xoşbəxt olması onun Allaha olan ibadəti iləndir. Xoşbəxtlik insanın qəlbindədir. İnsanın malında, mülkündə və yaxud da ki, digər şeylərdə deyil.